Niyə Qüds bugün dünyada zülmə qarşı mübarizənin göstəricisidir? 1967-ci ildə İsrail rejimi Fələstinin bir hissəsini işğal etdi. O vaxtdan bu günə qədər BMT tərəfindən bu işğalın qeyri-qanuni olması barədə onlarla qətnamə qəbul olunub. Amma bu qətnamələrin demək olar ki, heç biri icra edilməyib. Bu müddət ərzində minlərlə Fələstinlinin evi dağıdılıb və on minlərlə insan yaşayış hüququndan məhrum edilib. Qüds elə bir şəhərdir ki, BMT onun işğalını qeyri-qanuni elan edib. Lakin İsrail hələ də şəhərə nəzarəti əlində saxlayır. Bu isə o deməkdir ki, qanun mövcuddur, amma güclər onu icra etmir. Sual budur. Əgər insan haqlarının bu səviyyədə pozulması dünyanın başqa bir yerində baş versəydi, beynəlxalq ictimaiyyətin reaksiyası necə olardı? Niyə söhbət Fələstindən gedəndə standartlar dəyişir? Niyə Qəzzanın mühasirəsi geniş humanitar fəsadlara baxmayaraq sona çatmır? Və niyə mülki şəxslərin qətli əksər hallarda cavabsız qalır? Bu sualların və yüzlərlə cavabsız qalan sualın yalnız bir aydın cavabı var. Fələstin haqq ilə batilin toqquşduğu mərkəzdir və Qüds qlobal zülm və hegemonluğa qarşı mübarizənin göstəricisidir. Artıq Fələstin təkcə siyasi məsələ deyil, bu insan haqları diskursunun səmimiliyi üçün qlobal bir imtahandır və bu imtahana hələ də aydın cavab verilməyib.